Bakının Səbail rayonu Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində Bakı Oxford School məktəbinin qarşısında hüquqi şəxsə və ya dövlət qurumuna məxsus avtomobil qayda pozuntusuna yol verib və bu görüntü müzakirələrə səbəb olub. Hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib. Deməli 90 AA 346 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarə etdiyi maşını avtobus dayanacağının içərisində park edib. Nəticədə həmin marşrut üzrə hərəkət edən avtobuslar sərnişinləri dayanacaqdan kənarda mindirib düşürməli olublar. Belə kobud qayda pozuntusu həm də digər sürücülərin yolunu kəsməklə tıxacın yaranmasına səbəb olub. Eyni zamanda da sərnişinlərin təhlükəsizliyini riskə atıb. Sakinlərin iddiasına görə sözgələn ərazi demək olar ki, hər gün eyni mənzərə baş verir. Məsələyə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib. İdarədən qeyd olunub ki, BMW markalı 90 AA 346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 346.2, yəni ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması maddəsi ilə protokol tərtib edilib.